Məsələn, deyirlər ki, bugün biz İmam Hüseyn barəsində 1400 il öncə olan bir hadisədən danışmaqdansa, gəlin bugün yeni bir hadisələrdən danışaq. Başqa hadisələr də baş verib. Hətta belə bir məşhur sözlər var. İki əmioğlunun döyüşü olub orada. İki əmioğlu döyüşüb, ondan bizə nə? Biz nə üçün onu yad etməliyik? Aslında İmam Hüseyn əleyhissalamın mesajını ilətmədir. Yəni 1400 yıl sonra da bunları canlı tutmaq. Tamam, müsibət ağırdır, amma müsibət nə kadar da ağır olsa İmam Hüseyn bir mesaj vermek için sonuçta o müsibete katlandı. Çoluğu çocuğu esir olundu. 6 aylık Ali Askeri şehit oldu. O mesaj nedir? O mesajı her yıl biz hatırlatmalıyız. İnsan aklı unutkandır. Toplumsal akıl unutkandır. 1400 sene önce yaşanmış bir olayı neden hala dik tutmaya çalışıyorsunuz? Şey diyebilir miyiz? Özgür olan herkesin imamıdır. Özgür olan ve özgürlük peşinde olan herkesin. Gandhi'nin de imamıdır. Ne kadar da Müslüman olmasa da, ne kadar da putperest olsa, Hindu olsa. Kolombiya'daki, ne bileyim Güney Amerika'daki Che Guevara'nın da imamıdır. Bütün özgürlük peşinde olanların imamı İmam Hüseyin Aleyhisselam'dır. Ve hepsi de İmam Hüseyin Aleyhisselam mektebinden ders almışlar. Bu bir gerçektir. Rahman ve Rahim olan Allah'ın adıyla. Değerli Hatırlatmaca kanalının kıymetli takipçileri. Bugün Muharrem özel videosuyla karşınızdayız. Kıymetli alimlerimiz Hacı Elbrus Kerimov ve kıymetli alimimiz Hüseyin Başaran ile beraberiz. Hocam hoş geldiniz. Hocam hoş geldiniz. Bulduk, teşekkürler. İslam tarihinin en büyük olaylarından birisi olan Kerbela olayını anlatmak için kıymetli alimlerimizle beraberiz bugün. Ben daha fazla sözü uzatmadan ilk sorumu sormak istiyorum. 1400 sene önce yaşanmış bir olayı neden hala dik tutmaya çalışıyorsunuz? Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Öncə mən də təşəkkür edirəm dəvət etdiyiniz üçün. Salamlayıram, xoş gördük sizləri. Salam, Allah razı olsun. Allah bu ayda edilən əzadarlığı qəbul eləsin. Allah bizləri İmam Hüseynlə məşğul etsin. Dünyada İmam Hüseynin ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Və bu veriliş ki, dəvət etmişsiniz hatırlatmaca, Allah sizləri daha da müvəffəq etsin ki, daha gözəl işlər görəsiniz. Allah razı olsun. Bəli, bu sual elə hər zaman aktual suallardandır. Hər zaman bu sual elə demək olar ki, hər yerdə, istər Azərbaycanda, istər Türkiyədə, hər bir yerdə bu sual verilir. 1400 il əvvəl olmuş bir hadisəni biz nəyə görə indi də onu yaşadırıq, anırıq o hadisəni. İndi kimlərsə şəxsi qərəzliyinə görə bu işi görür, istəyirlər ki, yəni İmam Hüseynə olan matəm yaddan çıxsın, unudulsun və yaxud da kimlərsə bunu savadsız şəkildə, yəni bilmədən bu insanlara tabe olurlar, onların sözlərini dinləyirlər, araşdırmadan və onlar kimi o düşüncədə olurlar. Yəni uyurlar onlara, belə desək. Təbii ki, bunda geniş bir cavabı var. Biz nəyə görə İmam Hüseynə matəm saxlayırıq və bu hadisəni yaşadırıq? Alimlərimiz bu barədə çox sözlər deyiblər, fəlsəfi, əqli dəlil gətiriblər. O cümlədən dini mətnlərdən, dini ədəbiyyatdan, yəni hədislərdən bunu isbat ediblər. Hətta demək olar ki, Quran ayə də birbaşa olmasa da, amma ona istinad edərək, bəli, hədislə birləşdirərək biz isbat edə bilərik ki, İmam Hüseynin matəmi, əzadarlığı hər zaman, hər il qiyamətə qədər davam etməlidir. Fərqli forması ola bilər. Amma bu hər bir insan üçün, hər bir inanclı insan burada fərq etmir. İstər şiəsi olsun, istər sünnisi olsun, fərq etmir. İmam Hüseyn Peyğəmbərin nəvəsidir. Nəvəsi olduğuna görə onu yad etməlidirlər. Çünki vəhşicəsinə bir qətl olub orada. İmam Hüseyni vəhşicəsinə qətl ediblər. Onun övladlarını qətl ediblər. Kərbala şəhidlərini qətl ediblər. Və bəzən də belə bir suallar olur. Məsələn, deyirlər ki, bugün biz İmam Hüseyn barəsində 1400 il öncə olan bir hadisədən danışmaqdansa, gəlin bugün yeni bir hadisələrdən danışaq. Başqa hadisələr də baş verib. Hətta belə bir məşhur sözlər var. İki əmioğlunun döyüşü olub orada. İki əmioğlu döyüşüb, ondan bizə nə? Biz nə üçün onu yad etməliyik? Bu insanların dediyim kimi savadsız bir yanaşmasıdır. Əvvəla hər bir inanclı, hər bir dindar dini mətnləri araşdırsa, xüsusilə Peyğəmbərimizin rəftarını araşdırsa, görəcək ki, Peyğəmbərimiz İmam Hüseyn əleyhissalama xüsusi diqqət edib. Məsələn, İmam Hüseyni görəndə göz yaşı tökərdi. İmam Hüseyn barəsində insanlara bəzi həqiqətləri çatdırırdı. Yəni sanki Peyğəmbər öncədən
İmam Hüseynin başına gələn bu hadisəni insanlara çatdırmaq istəyirdi ki, nə qədər ciddi olduğunu bildirsin. Hətta Həzrət Əli əleyhissalamın özü də və yaxud da İmam Hüseyndən sonra digər imamlarımız da bu barədə ciddi sifarişlər veriblər ki, Hüseyni yad edin. Bu məsələnin arxasında nə durur? Başqa hadisələrdən fərqi nədən ibarətdir? Birincisi, burada ilahi rəng var. Hər hansı digər hadisələrdə bu döyüşün özü ilahi bir rəng olduğu üçün bizim üçün mühümdür. Burada insanların həyati bir məsələsi var. İnsanların xoşbəxtliyini təmin edən bir hadisədir bu. Burada şəhid olan iki əmioğlu yox, İmam Hüseyn adi bir insan olmayıb. Allahın yer üzündə höccəti olub. Allahın yer üzündə höccətini qətl etmək, vəhşicəsinə qətl etmək, təbii ki, bu bizi narahat etməlidir və ona göz yaşı tökməliyik, əzadarlıq etməliyik. Peyğəmbəri məsələn necə qətl etsələr biz Peyğəmbəri yad edərik, İmam Hüseyni də yad etməliyik. Təbii ki, mən demirəm İmam Hüseyn Peyğəmbərlə məqam cəhətindən bərabərdir, amma imamdır. Peyğəmbərin özündən sonra təyin etdiyi 12 imamlardan biridir. Biz imama göz yaşı tökürük. Biz əslində həqiqətə göz yaşı tökürük. Biz əslində İmam Hüseyni yad etməklə, belə deyək, həqiqətin özünə, xoşbəxtliyin özünə, o şey ki, yəni o saadətin qarşısını almaq istəyirdilər, ona göz yaşı tökürük ki, bizim saadətimizin qarşısını almaq istəyirdilər. Biz İmam Hüseynə əzadarlıq edən insanlar əslində həqiqət sevən insanlardır. İmam Hüseynə göz yaşı tökmək əslində mərhəmətin göstəricisidir. Yəni necə ola bilər ki, bir insan İmam Hüseynə göz yaşı tökməsin və yaxud da onu heç yad etməsin. Ola bilər ağlamayasan, gözündən yaş gəlməsin. Amma onu yad etməmək mərhəmətə qarşı çıxmaq deməkdir. Burada ilahi bir rəng var. Burada Allahın iradəsi var. Aslında Allah burada şey diyebilir miyiz? İnsan olan herkes İmam Hüseyin Aleyhisselam'a gözyaşı döker. Kalbi taşlaşmamış her insan. Bəli. Məsələn, elə insanlar olur ki, İmam Hüseynlə tanışlığı yoxdur, gəlir məclisdə iştirak edir, göz yaşı tökür, özündən asılı olmadan. Yəni bu onun mərhəmətinin göstəricisidir ki, bu insanda hələ mərhəmət qalıb. İmam Hüseyn onun mərhəmətini üzə çıxara bildi. Bu Allahın yer üzündə olan höccətinin şəhid olmasıdır. Burada Allah var, işin arxasında Allah var. Təbii ki, Allahın da məqsəd nədir? Allah bizdən nə istəyir? Mən bir dəfə bir yerdə demişdim ki, Kərbəla hadisəsi Qurani-Kərimin praktik tərəfidir. Yəni Qurani-Kərim bir nəzəriyyə təqdim edir sənə və o nəzəriyyəni praktik əmələ keçirmək lazımdır. Kərbəla hadisəsi onun əməli tərəfidir. Məsələn, insan necə mərhəmətli ola bilər? İnsan ailəsinə necə rəftar edə bilər? İnsan Allahın hökmlərinə necə əməl edə bilər? İmam Hüseyn Kərbəla hadisəsində onu göstərdi. İnsan necə fədakarlıq edə bilər? İmam Hüseyn Kərbəla hadisəsində onu göstərdi. Yəni mən bu gün İmam Hüseyni anmaqla əslində Quranı anıram. Mən əslində Quranı yad edirəm. Təəssüf ki, bu gün gəlirlər İmam Hüseyni Qurandan ayrılırlar, deyirlər İmam Hüseyn Quran deyil. Xeyr, Qurandır. İmam Hüseyn ilə Qurandır. Quranın praktik tərəfidir, əməli tərəfidir. Mən İmam Hüseyni yad etməklə Quranı əməli şəkildə, praktik şəkildə yad edirəm. Mən Quranı açsın, oxuyum, amma bir şey başa düşməyəcəm və yaxud da onu əmələ keçirmək məsələsi mənim üçün çətinləşəcək. Əgər həqiqətən sən Quranı sevirsən, Allahın kəlamını ki, Quranla sənə çatdırıb, onu sevirsənsə, onu praktik tərəfinə də yönəlməlisən. Çox təəssüf ki, İmam Hüseyni bu gün elə gətirib insanlara təqdim edirlər ki, İmam Hüseyn güya ki, dindən ayrı bir şey olub. Hətta bəzən deyirlər İmam Hüseynin qiyamı şəri bir qiyam olmayıb. Məsələn, belə bir iradlar edirlər ki, şəri bir qiyam olmayıb. İmam Hüseyn Allahın imamı olub, Peyğəmbərin özündən sonra təyin etdiyi imam olub, xəlifəsi olub və imam əlbəttə ki, qeybi elmi bilirdi və imamın addımı təbii ki, kör-körənə bir addım deyildi. İmam Allahın iradəsini yerinə yetirirdi, Allahın işini görürdü. Və biz onu yad etməklə əslində Quranı yad edirik. Nə qədər insan var ki, Quran deyir, elə dilində Quran var, amma əməldə Quran yoxdur. Sadece Kur'an'ın ismini zikrediyorlar. Bəli, Quran Ama adını amelde hiçbir şekilde Kur'an-ı Kerim'e uymuyorlar. yoxdur, bəli. Amma Quranı təbliğ edənləri tərəf getmirlər. Yəni məsələn, Quran deyirlər. Yaxşı, sən Quran deyirsən, Quranı anladan şəxsin arxasınca niyə getmirsən? Böyle diyebilir miyiz? Kur'an'ın kendisi peşinden gitmiyorlar. Tabirimin mazur görüneni bir kitabın peşine gidiyorlar. Ama Kur'an-ı Kerim'in aslında kendisinin peşinden gitmeleri gerekiyor insanlar. Bəli. Xəvariz hadisəsi olmuşdu. Deməli, Quranı nizəyə taxmışlar. Həzrət Əli əleyhissalama dedilər ki, geri çəkil də. Yəni o Quranı biz qorumalıyıq. Amma Həzrət Əli əleyhissalam əslində onlara nə demək istəyir? Demək istəyir ki, o Quran Muaviyə sizi alladır. Natiq Quran mənəm, Quran həqiqəti mənəm, mən buradayam. Yəni biz bəzən Quranın təmsilçisi olan imamların şəxslərinə arxasınca getmirik və bu da bir insan üçün quru bir din olur, quru bir Quran olur. Yəni mən şəxsən deyirəm, mən Quranı
Qurani-Kərimi açıram, indi səhvim olsa Üstad düzəldər. Mən Qurani-Kərimi açıram, Qurani-Kərimi oxuyuram. Bəzi şeylər var ki, mənim üçün qurudur. Başa düşmürəm, anlamıram. Amma hansısa imamın tarixi hadisələrini oxuyanda, məsələn Kərbəla hadisəsini oxuyanda, Qurani-Kərim məsələn fədakarlıqdan danışır. İnsanlara yaxşılıq et, fədakar ol. Nə deməkdir bu? Necə? Amma İmam Hüseynin həyatına baxanda insan Quranın həqiqətini anlamağa başlayır. Fədakarlıq anlayışını anlamağa başlayır. İmam Hüseyn o cür onu insanlara göstərir. Buna görə də bəli, İmam Hüseynin bu hadisənin yad edilməsi, burada ilahi bir məsələ var. Ona görə biz bunu yad edirik və o cümlədən də dini mətnlərə də baxsaq, hədislərə də baxsaq, hədislərin özlərində də göstərilir ki, hətta imamlarımızın özləri də onlara imama əzadarlıq edərdilər. Yəni yad edərdilər onu. İmam Hüseyn bir həqiqətdir. Biz onu İmam Hüseyn iki əmioğlunun döyüşü deyil. Bu döyüşün digər döyüşlərlə fərqi bundan ibarətdir ki, digər döyüşlərdə ilahi rəng olmayıb. Yəni Allahın imamı döyüşməyib orada. Digər başqa döyüşlər olub və qətllər olub. Biz ona təəssüflənirik. Amma onları ona görə o qədər yad etmirik, əzadarlıq saxlamırıq ki, bu qısa desəm, biz əslində burada əzadarlıq etməklə göylə yerin rabitəsi deməkdir. Yəni göylə Allah imamını, göy üzünü insanlara açır, yer üzünə göndərir. Göyün həqiqətlərini, səmanın həqiqətlərini insanlara göndərir və İmam Hüseyn həmin o şəxsdir ki, göyün həqiqətini, səmanın həqiqətini insanlara çatdırmaq istəyirdi. Yəni Allahın imamı. Və burada mən onu yad etməklə əslində daha ciddi bir məsələni önə çıxarıram. Allah imamı təyin edib ki, insanlar xoşbəxt olsun, səadətə çatsın imamın vasitəsilə və əlbəttə ki, mən burada İmam Hüseynə göz yaşı tökməliyəm. Digər döyüşlərdən fərqi bundan ibarətdir ki, bu imamdır. Digər döyüşlərdən fərqi bundan ibarətdir ki, bu Allahın yer üzündə höccətidir, həqiqətidir və iki əmioğlunun döyüşü deyil bu. Həmçinin digər tərəfdən də vəhşicəsinə, amansızcasına qətlə yetirilib. İmam Hüseyn qətlə yetirilib, şəhid olub. Hem de normal bir şahıs değildi. Peygamberin torunu, o ki peygamberimiz o kadar onun hakkında vasiyetlerde bulunmuş. Böyle bir şahsiyet yani vahşice katledilmiş. Ki Peygamber Efendimiz cennet gençlerinin efendisi. Evet. Ve bunu da insanlar da biliyordular yani. Bəli, bəli. Evet. Yəni belə bir hadisə, belə bir vəhşicəsinə qətl yetirmək, sən gəl buna deyək ki, iki dənə əmioğlunun döyüşüdür. Yəni İki tane emoğlu insana dövüşü mərhəmətsizliyidir. ziyade hani hak ile batılın, Haqqla batılı, bəli. Allah'ın yoluyla küffarın yolunun Bəli. savaşıydı insan. Biz de hani buna göre diyoruz ki Allah'ın yolunda cihat etmiş bir şahsiyetin, ulu bir şahsiyetin matemini tutuyoruz. Bəli. Hani Aslında İmam Hüseyin Aleyhisselam'ın mesajını iletmedir. Yani 1400 yıl sonra da bunları canlı tutmak. Tamam musibet ağırdır ama musibet ne kadar da ağır olsa İmam Hüseyin bir mesaj vermek için sonuçta o musibete katlandı. Çoluğu çocuğu esir olundu. 6 aylık Ali askeri şehit oldu. O mesaj nedir? O mesajı her yıl biz hatırlatmalıyız. İnsan aklı unutkandır. Toplumsal akıl unutkandır. En büyük musibetler bile olsun. Mesela kaç sene oldu deprem olalı? Bizim Türkiye'de, Hatay'da ve o bölgelerde olan deprem 2 yıl oldu. 2 yıl geçmesine rağmen o zamanki acımızdan şu anki acımız bir mi? Örnek diyorum tabii bu inşallah ki Rabbim bir daha göstermesin. Ama insanların o zamanki tedbirler mesela evimizi sağlam yapalım depreme karşı olsun. Ne bileyim herhangi bir müteahhiti araştırmadan şey yapmadan evimizi vermeyelim. O zamankiyle şimdiki aynı mı? Yok. İnsanların hassasiyeti azaldı. Neden? Çünkü o olayı hatırlatmıyoruz. O olay aklımızdan çıkıp gidiyor. Mesela Gölcük depremi, Yalova depreminden 20 yıl geçmiş. Artık insanlar onu hatırlamıyorlar. Onu hatırlatmadın mı? Her yıl onun anısını tutmasan eğer insanlar onu unuturlar. Bu depremden aldığımız mesajlar da hepsi unutulur. Şu an tekrardan yine aynı şekil, aynı eskiye dönerler insanlar. Ama eğer onu hatırlatırsansa mesela büyük bir şahsiyetin de ölümünden sonra bakıyorsun ki her zaman onu anma programı yapılıyor. Yıllar geçmesine rağmen. Bu her insanda böyledir. Yani sadece Müslümanlara mahsus da değildir. Her toplumda, farklı düşüncelerdeki insanlarda da önemli şahsiyetlerine bakıyorsun. Yıllar geçmesine rağmen ona sene-i devriye yapıyorlar. Her yıl o olayı mesela tutuyorlar, anıyorlar ve insanlar o mesajını unutturmamaya çalışıyorlar. Bu da Aşura mesajı da böyledir. Her yıl hakkın batıla karşı olması, insanların özgür bireyler olması, insanların İmam Hüseyin Aleyhisselam'ın bir sözü vardır. Buyuruyor eğer dininiz de yoksa hiç olmasa özgür insanlar olun, özgür bireyler olun. Biz o özgürlük mesajını, İmam Hüseyin Aleyhisselam'ın o özgürlük mesajını heyhat min nezille
zille mesajını ki buyurdu Yezid beni ela innedde'i ebnedde'i kad rekeze beyne thneteyn beyne silleti ve dille beni kılıçla zilletin arasında bıraktı o Yezid ama heyhat minne zille ama zillet benden uzaktır. Kılıcı kabul ederim ama zilletin altına girmem. Biz zilletin altına girmemi, hür yaşama, özgür yaşama mesajını iletmek için bunu her yıl tekrar ediyoruz. Her yıl tekrar ediyoruz. Hocam bu soruya ekleyeceğiniz bir şey var mıydı acaba? Bir söz deyim, bir söz dedi ustad. Deməli, məsələn biz bugün bir alim əgər dünyasını dəyişirsə və bir də var ki, qeyri-alim dünyasını dəyişir. Bizim üçün daha ağır hansı olar? Təbii ki, alimin Alim. dünyasını dəyişməyə. Çünki alimin dünyasını dəyişməyə alimin bir tutumu var idi. Alim idi, insanları qaranlıqdan çıxarardı, zülmətdən çıxarardı. Bəzən bugün irad edirlər ki, İmam Hüseynin tamam başa düşdük, vəhşicəsinə qətl yetirildi, amma başqa bir hadisələr də var ki, orada da İmam Hüseyndən daha çox vəhşicəsinə qətl olub. Yəni nə üçün siz onda onu anmırsınız? Burada da biz deyirik ki, əslində siz zahiri tərəfə baxırsınız. Yəni biz demirik ki, İmam Hüseyndən kimsə və tarix boyu vəhşicəsinə qətlə yetirilməyib. Olub. Məsələ onun vəhşicəsinə qətlə yetirilib yetilməməsi deyil. Zahiri tərəfinə tam belə baxmamalıyıq. Məsələ burasındadır ki, bayaq dedim, alim və qeyri-alimin ölüm məsələsidir. İmamın qətlə yetirilməsi, imamın aradan getməsi və yaxud da qeyri-imamın aradan getməsi, qeyri-imamın qətlə yetirilməsi. İmam Allahın təmsilçisi olduğu halda onda ağır bir yük var. İnsanlar ondan daha çox istifadə edə bildiyi halda, amma qeyri-imamın təbii ki, ondan aşağı olduğuna görə məqam cəhətindən bizim daha çox ürəyimiz imama yanacaq. İmama daha çox biz əzadarlıq edəcəyik. Necə ki, dediyim kimi, alim və qeyri-alim. İkisi də dəyərlidir, amma mənim üçün burada dəyərli olan mənim ürəyim hansına yanacaq? Əlbəttə ki, alimə yanacaq. Çünki alimin boynunda bir məsuliyyət var idi. İnsanı biz ondan tutub rahatlıqla doğru yola gedə bilirdik. Yəni, imamın da qətlə yetirilməsi, o demək ki, yəni bizim doğru yolumuzu bağlamaq istədilər. Allaha gedən yolumuzu bağlamaq istədilər. Bizim bugün imama əzadarlıq etməyimizin mənası da budur ki, biz etiraz edirik. Yəni, nə etiraz edirik? Biz etiraz edirik ki, kimsə Allaha gedən yolu bağlaya bilməz. Biz ona görə ağlayırıq. İmamın məzlumiyyəti onun zahirdə qətlə yetirilməsi yox, kimliyi, kimdir o qətlə yetirilib? Məsələ burasındadır. Məsələn, alimin qətlə yetirilməsi, onun necə qətlə yetirilməsi yox, kim qətlə yetirilib? Alim qətlə yetirilib. Alimi öldürüblər. İndi İmam Hüseyin ona görə məzlumdur ki, kim öldürülüb? İmam öldürülüb. Allahın vəlisi öldürülüb. Ona görə biz bu cəhətdən deyirik ki, Kərbəlada olan məzlumiyyət daha çoxdur. Buna görə deyirik. Yoxsa nəyə ki, zahirdə o qətillər də öldürülməkdir. Kərbela olayının her yıl yapılmasını bazıları diyor ki İranlılar yüzünden oluyor. Bazı kesimler de diyor ki İmam Seccad'ın annesinin İranlı olmasından kaynaklı. Bazı kesimler de diyor ki hayır 2. halifenin İran'a saldırmasından dolayı yaşadıkları acı yüzünden. Böyle bir şey var mı? Bu tamamen yanlış bir konudur. Yani biraz tarihi bilgisi olan bir insan, o dönemin şartlarına bakan bir insan ve günümüzü bilen bir insan bu sözü demez. Biraz tabirime maruz görün ama cahilane bir sözdür bu. O dönemde İran devletinde daha çok ehli sünnet vardı ve ehli sünnetin de birçok büyük alimler ki mezhep reisleri de içerisindedir bunun. Birçoğu İranlıdır zaten o bölgedendir. O yüzden yani o dönemin Şiaları yok İran'daydı falan değil. Günümüze de baktığımızda, tarihimize de baktığımızda bu olaylar mesela örnek diyorum Arabistan'da halen Aşura olayları yapılıyor. Medine'de, Taif'te, başka şehirlerde. Irak'ta ta İmam Hüseyin Aleyhisselam'ın şehadetinden günümüze kadar yapılıyor programlar. Aşura olayı her yıl zindedir. Ve bunlar da İran'la alakası yoktur. Bunlar daha çok karalama politikalarıdır. İmam Hüseyin Aleyhisselam hiçbir millete ait değildir. Tüm milletlere aittir. Herkesindir İmam Hüseyin Aleyhisselam. Bir millete kısıtlamamız çok büyük bir ayıptır. İmam Hüseyin Aleyhisselam'ın şahsiyetine hakarettir. Şey diyebilir miyiz? Özgür olan herkesin imamıdır. Özgür olan ve özgürlük peşinde olan herkesin. Gandhi'nin de imamıdır. Ne kadar da Müslüman olmasa da, ne kadar da putperest olsa, Hindu olsa. Kolombiya'daki, ne bileyim, Güney Amerika'daki Che Guevara'nın da imamıdır. Bütün özgürlük peşinde olanların imamı İmam Hüseyin Aleyhisselam'dır. Ve hepsi de İmam Hüseyin Aleyhisselam
Aleyhisselam məktəbindən dərs almışlar. Bu bir gerçektir. Bir diğer konu. Bizim coğrafyaya da baktığımızda Azerbaycan olsun, Türkiye olsun, Ehl-i Beyt dostlarının bulunduğu coğrafyalardır. Şu anda da günümüzde de yani en çok Ehl-i Beyt dostunun olduğu bölgeler Azerbaycan, Türkiye, İran'ın bir kısmı, Azeri kısmı. Yani bunlar tabii ırk meselesi değildir diyorum. Burada Arap olması, Azeri olması veyahut İranlı, Fars olmasının bir önemi yoktur. Ama bizim coğrafyalarda çok eski tarihten beri İmam Hüseyin Aleyhisselam'ın metiyeleri söylenmiş. Nizamiye Gencevi'den tutun diğer şairlerimiz her birisi Fuzuli'den, Nizamiye Gencevi'den her birisi İmam Hüseyin Aleyhisselam hakkında, musibetleri hakkında şiirler demiş. 1902 yılında yanlış bilmiyorsam bazı müzelerde de resimleri var. Osmanlı döneminde İstanbul'da İmam Hüseyin Aleyhisselam için Aşura matem merasimleri düzenlenmiş. Aşura matem merasimleri yapılardı. Hatta bu aşure olayı da ki günümüzde maalesef yanlış bilinen şeylerdendir. Bunun tarihi çok daha eskisinde İmam Hüseyin Aleyhisselam'ın mateminde yapılan bir tatlıydı aslında. İnsanlar ceplerinde, evlerinde ne vardısa getirerdiler. Kimisinde nohut vardı, kimisinde kuru üzüm vardı, kimisinde başka şeyler vardı. Onu atardılar bir kazancına ve İmam Hüseyin'in ihsanı olarak bunu dağıtırdılar. Ama günümüzde biraz onu çarptırdılar. Yok efendim Aşura bayramdır, o yüzden aşure tatlısı yapıyoruz diye. Bu tatlının tarihini bile araştırsınlar. Yine bakacaklar ki İmam Hüseyin Aleyhisselam bu coğrafyada çok kadimdir. Çok eski tarihten beri vardır İmam Hüseyin Aleyhisselam. Onu yad edilme çok eski tarihten beri vardır. Sonradan olan veyahut İranlıların Safavi döneminden sonra Şii ağırlığı olduktan sonra İmam Hüseyin Aleyhisselam matemleri hayır öyle değildir. İlk Aşura merasimi, ilk Aşura tatili Bağdat'ta gerçekleşiyor. Büveyhoğulları devleti ki bu da Irak'tadır, Bağdat'tır, Arap'tırlar bunlar. Büveyhoğulları o günü tatil ediyorlar ve komple şehri matem meclisine çeviriyorlar. İmam Hüseyin Aleyhisselam'a yaslar söyleniyor. Tarihi olaylarda bunu insanlar edebiyatımızda bakabilirler. Kültürümüzde vardır. Bu yani tamamen bizim coğrafyayla örtüşen bir şeydir. Ve ondan sonra da tabii ki diyorum İmam Hüseyin Aleyhisselam mesajı bir coğrafyaya kısıtlı olmadığı için bütün dünyaya da bu olay yayılmıştır. Bir neçə məsələni istərdim qeyd edim. Bəli, doğrudan da İmam Hüseyin həqiqəti istər Türk ədəbiyyatında, istər Azərbaycan ədəbiyyatında həmişə olub və olacaq. Yəni bunun hansısa bir ölkəyə, hansısa bir kəsimə aid etmək doğru deyil. İndi kimlərsə, yenə deyirəm, Azərbaycanda da bəzən belə olur. Kimlərsə İmam Hüseynin adını aradan aparmaq üçün istifadə edirlər. Hansısa bir ölkəyə məxsus edirlər, aid edirlər, amma bunun heç bir aidiyyəti yoxdur. Məsələn, Azərbaycanın kimliyi dedikdə, biz Azərbaycanlıların və yaxud da Türkiyə olsun, kimliyimiz var. Bizim məsələn milli, mənəvi dəyərlərimiz var və həm də onun yanında dini dəyərlərimiz var. O dini dəyərlər və yaxud da mənəvi dəyərlər biz öz kökümüzə baxsaq, Azərbaycan ədəbiyyatına baxsaq, biz görürük ki, Azərbaycan ədəbiyyatında bəli şeirlər deyilib, mərsiyələr deyilib, növhə deyilib, yəni bunlar hamısı var. Belə deyim, 14 əsr keçməsinə baxmayaraq Kərbəla müsibəti həmişə öz təravətini, yeniliyini qoruyub saxlayıb və Azərbaycanın da kimliyi həmin o Kərbəlanın, İmam Hüseynin həqiqəti ilə ortaya çıxır. Yəni araşdıranda onu biz görürük. Yaddaşlarda qalır, zehinlərdə qalır. Klassik Azərbaycan ədəbiyyatında məsələn Kərbəla ilə bağlı bəzi müsibətlər deyilib, kitablar yazılıb, nümunələrinə rast gəlmək olur və o nümunələrə rast gələndə, misal üçün, dahi şair və o cümlədən alim Məhəmməd Füzuli. Məhəmməd Füzulinin də özünün şeirlərinə baxanda İmam Hüseyin haqqında yazıb, onun kitabları da var, o barədə çox yad edib İmam Hüseyni. Onun dövründə yazılan mərsiyə və növhə bir şeir növüdür. Bunları geniş vüsət tapır və Məhəmməd Füzulidən sonra bir çox şairlər də ondan istifadə edir və belə yayılmağa başlayır. Günümüzə gəlib çıxır və bugün biz həmin o şeirləri oxuyuruq. Misal üçün o şairlərdən indi bir icazənizlə o şeirlərindən belə istat gətirərəm. Bizim xalqımızın sevimli şairləri, məsələn üçün Abbasqulu Ağabakı Xanov, ondan sonra Seyid Əzim Şirvani, Qasımbəy Zakir, Mirzə Ələkbər Sabir və s. Məsələn Xurşudbanu Natəvan, onu da demək olur və s. Bunlara baxırıq ki, 19-cu əsrdə Azərbaycan klassiklərinə baxanda görürük ki, onlarda həqiqətən geniş vüsət tapmışdır və onlar İmam Hüseyin haqqında şeirlər yazıblar. Hətta belə bir
şey də var. Şəbih Qasım, belə yəni bir şəbihdən istifadə edərək o cür şeylərdən istifadə olunurdu. Onun barəsində yazılırdı, şeirlər yazılırdı. Məsələn, icazənizlə bir neçəsini oxuyum. Deməli, İstifadə edir. Abbasqulu Ağabakıxanov mərsiyəsi və bu tip qəzəlləri var onun. Onun yazdığı beytlərin əksəriyyəti Cavan Əli Əkbər haqqında olub. Yəni, Əli Əkbərin mədhinə ayrılıb. Məsələn, deyir, Kərbəla, saxla gilən nə şey Əli Əkbərimi, verirəm çünki əmanət sənə gül peykərimi. Misal üçün, belə bir beyt olub. Sonra Qasımbəy Zakirin beytlərində də gəlir və o daha çox Əhlibeyt xanımlarına həsr edib öz şeirini. Misal olaraq deyir, dəxi Zakiri hesab et səqi kuyi Kərbəladan, bihaqqı fəğani Zəhra, bihaqqı əzab Zeynəb. Ondan sonra şairə xanım Xurşudbanu Natəvan o da yazıb, onun da beytləri var və onun beytlərində, məsələn, beytlərin birində özünü xanım Zəhra salamullah əleyhanın özünü ona kəniz nisbət verərək belə bir beyti var, belə bir şey yazıb. Deyir, Fatimənin kənizi bu qissəni eylə kim tamam, bir-birə dəydün mərd-u zən, şurə gəlibdü xas-ı am, növhə edər bu natəvan, ruz şəb ağlayar müdam, tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Bu da onun beytidir. Ondan sonra Seyid Əzim Şirvaninin də ona da mənsub olan, ona aid olan neçə şeylər var ki, o da Əhl-i-Beytin müsibətinə aid yazıb və xüsusi bir matəm növünü göstərib. Məsələn, o beyt budur. Ağla bu matəmdə ey seyyidi bəxti qarə, nəzm elə bu matəmi şövq ilə sübh-ü məsa, əcrini axır verir padşah-i Kərbəla, həşirdə fəryadına şafi-i üsyan gəlir. Yəni, bu kimi beytlər var. Əlbəttə, indi yeni bir şey çıxıb, yeni bir iradlar çıxır. Məsələn, bəzi şairlərimiz, misal üçün Mirzə Ələkbər Sabir, məşhur bir iraddır da bu Azərbaycanda. O dindar olmayıb, onun dinlə heç bir əlaqəsi olmayıb deyirlər. Onu gətirməklə istəyirlər ki, göstərsinlər ki, bizim güya kökümüz, Azərbaycanın kökü Əhl-i-Beytlə yoğrulmayıb. Bunu yəni gətirib göstərmək istəyirlər. Güya biz heç vaxt bizim kökümüz dindar olmayıb. Dini kimliyimiz yoxdur da. Yəni bunu gətirmək istəyirlər, demək istəyirlər. Bu şeirindən sui-istifadə edirlər Mirzə Ələkbər Sabirin. Misal üçün, Sabirə, hər il əza saxla Əli Əkbərə sən, Kərbəlada gedib ağla o şah-ı davərə sən, gəl qiyamətdə bu cəm ilə səfi məşərə sən, qalma həsrət iki dünyada bu Mövla üzünə, söyləyən şairi xalqa, cin görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm, qorxuram. Yəni, Mirzə Ələkbər Sabirin bu şeirini gətirməklə bundan istifadə edirlər ki, güya bizim dini kimliyimiz olmayıb, əksinə bizim şairlərimiz dinə qarşı olub. Çünki burada şeirin axırındakı bir söz var. Harda müsəlman görürəm, qorxuram. Amma vicdanlı insan bunu araşdırsa, başa düşəcək ki, Mirzə Ələkbər Sabirinin bu sözü əslində yalançı din xadimlərini ifşa etmək üçün deyilib. Yəni, dinə qarşı söz deməyib o. Şeirin əvvəlində də baxanda görürük. Sadəcə Mirzə Ələkbər Sabir bu sözlə yalançı vaizlərimi deyim, yalançı dindarlarım deyim, onları ifşa etmək üçün bu şeiri yazıb. Yəni, harda müsəlman görürəm, qorxuram dedikdə, yəni o müsəlmandan söhbət gedir ki, bu həqiqi müsəlman deyil. Yəni, buradan da aydın olur ki, Mirzə Ələkbər Sabirin bu sözü əslində o kəslərə deyilir ki, onlar öz adlarını müsəlman qoyublar, amma din paltarı geyinib öz istədiklərini yerinə yetirirlər, öz mənfəətlərinə qulluq edirlər. Bunlardan söhbət gedir. Bu tənqiddir. Mirzə Ələkbər Sabir burada yalançı dindarları, müsəlmanları tənqid edir. Yoxsa harda müsəlman görürəm, qorxuram, yəni mənası o demək deyil ki, müsəlmançılıq ümumiyyətlə yalançı bir şeydir, olmamalıdır və bu şair ona qarşı olub. Xülasə, bizim sonda bunu qeyd edim ki, millət olaraq, Azərbaycan milləti olaraq, Azərbaycan ədəbiyyatı, hətta elə türk ədəbiyyatında da bizim bir milli kimlikdən əlavə həm də dini kimliyimiz var və bu şairlər bizim dini kimliyimizi qoruyub bugünə qədər gətirib çıxardıblar və biz əslində kimik sualına cavab verəndə biz o sualı dini kimliyimizə qayıtmaqla cavab verməliyik. Yəni bizim bəli milli kimliyimiz var, milli dəyərimiz var, mənəvi dəyərimiz var və həm də o mənəvi dəyər dedikdə dini dəyərimiz var. Dini kimliyimiz var. Şükür Allaha, Azərbaycanda matəm etmək, əzadarlıq etmək, İmam Hüseyni yad etmək mənası hansısa bir ölkənin adətini yerinə yetirmək deyil. Bu öz adətimizdir. Biz özümüzə qayıdırıq. Öz adətimiz sayılır. Hatta hocam, yani bu konuda
Türkiye'de de yani mesela bir insana Yezid demek onu en büyük hakaret etmektir. Bu insanların edebiyatına da karışan bir meseledir. Ki Anadolu'daki eski insanlar hala kötü insanlara Yezid diyorlar. Evet, evet. Hala yani aslında Anadolu İmam Hüseyin yurdu ve hala Anadolu'daki insanlar İmam Hüseyin'in aşkıyla yanıyorlar. Evet.